Emin hansı qiymətindədir? Emin hansı qiymətində? Bizə dəqiqə deyil. M çıxaq 2 vuraq x-in kvadratı. Mötərizədə M çıxaq 2 vuraq x-in kvadratı. Üstə gəlsin. M üstə gələk 5 vuraq x. Çıxaq M üstə gəlsin 7. Bərabərdir 0 tənliyinin kökləri üçün x1 kiçikdir 2-dən, x2 böyükdür 2 şərti ödənir. Bir də x1-dən? x1 kiçikdir 2, x2 böyükdür 2 şərti ödənir. x2 də 2-dən böyükdür. Yəni bu nə deməkdir? Bu demək ki, bir tənliyin kökləri 2-nin müxtəlif tərəflərindədir da. Bir cümlə ilə ifadə etsək bu deməkdir da. Bax belə. Göründüz olur, baxın. Ədəd oxunda kvadrat tənliyin kökləri biri 2-dən soldadır, biri isə 2-dən sağdadır deməkdir. Elə deyilmi? Bu sual bizim o model testlər kitabı ki var, nə bilirlər? Bax, o model testlər kitabında bu ayrıca bir mövzudur. Mən də fürsətdən istifadə edib deməsinə, bax, bu kitabda bu kvadrat tənliyin köklərinin ədəd oxunda yerləşməsinin müxtəlif vəziyyətləri adında bir paragraf var. Onun nəzəriyyəsi izah olunub və sonra da orada bir 10-15 test yazılıb ki, onlar həll edib bu işləri yoluna qoymaq olar. Nə edirik bunu? Necə edirik? Belə olanda biz bu tənliyin kökləri ki var, bu x1 və x2, o tənliyin kökləri bu funksiyanın həm də sıfırlarıdır. Mən bu barədə çox danışmışam, videoda çəkmişəm. Amma yenə də bunu demək lazımdır. Bunu araşdırsanız görək çox sadədir. Bax, bu kvadratik funksiyanın sıfırları elə bir tənliyin kökləridir da, elədirmi? İndi siz deyirsiniz bir tənliyin köklərindən biri 2-dən solda qalsın, biri 2-dən sağda. Siz M-i elə seçin ki, bu M-in yerinə elə ədədlər qoyun ki, bu kvadrat tənliyi həll edəndə kökün 2-dən kiçik olsun, 2-dən böyük boy deməkdir də. Bunu funksiya dilinə çevirsək nə deməkdir? Funksiya dilində bu deməkdir ki, bunu sildim. Bu funksiyanın sıfırlarından biri 2-dən solda olsun, biri isə 2-dən sağda olsun. Bunu qrafik dilinə çevirsək nə deməkdir? İndi 2-dən qrafik çəkəcəm. Bu deməkdir ki, bu funksiyanın qrafiki ya üzü yuxarı paraboladır, ya da üzü aşağı paraboladır. 2 dəfə apis oxu çəkirəm o x-dan. Bunlar apis oxudur. Baxın. Tənliyin köklərindən biri 2-dən böyük olsun, biri 2-dən kiçik. Yəni, bu funksiyanın sıfırlarından biri 2-dən solda olsun, biri 2-dən sağda. Yəni, başqa sözlə, bu funksiyanın qrafiki bu cür olsun deməkdir. Siz mənə tez nə deməlisiniz? Deməlisiniz, siz nə bilirsiniz ki, bu parabolanın qolları özü yuxarıdır? Mən də deyəcəm ki, hə, düzdür da, M-2, ayrılıq birində belə çəkəcəm, ay sağ olun. Bu dəfə buraya yazacağım x1, buraya yazacağım x2 və 2-ni də qoyuram. Burada 2-ni x1-ə yaxın qoydum, indi də bu tərəfə qoyuram. Və indi 2 vacib deyil ki, x1-ə x2-ə. Əsas məsələ belə olsun deməkdir da. Düzdür, düz deyil. İndi gəlin, görək, biz necə edək ki, qrafik belə olsun? Necə etməliyik ki, qrafik belə olsun? Yazıram. Əvvəla bu x1 və x2 varsa, yəni bu funksiyanın 2-0 varsa, bu demək ki, bunun diskriminantı olmalıdır. Ay sağ olun. Yazıram birinci ki, ay M. Sən bu şərti ödəməlisən. M plus 5-in kvadratı çıxaq. 4AC. 4 vurulsun M minus 2. Vurulsun mənfi 7 plus M. Vurulsun 7 minus M yazıram da. Bu böyük olmalıdır nədən? Sıfırdan. Düzdür ya yox? İndi mən bunu ayırıram buradan. Eyni şeyi burada yazmalıyam. Böyükdür sıfır. Böyük bərabər olsa x1 və x2-nin arası yaranmayacaq ki, orada 2 yerləşə. Ara olmayacaq. x1, x2-ni üst-üstə düşəcək. Bizə lazımdır ki, bu 2 arada qalsın. Bu birinci oldu mu? Hamı razıdır buna. İkinci. Qollar üzü yuxarıdırsa M-2 necə olmalıdır? Böyük sıfır olmalıdır. 2 bu arada qalmalıdırsa, bu demək ki, 2 nöqtəsində bu funksiyanın aldığı qiymət necə olmalıdır? Aysa, bu arada funksiya mənfi qiymətləri alır. İndi mən bu ordinat oxunu bura qoyaram, və amma ordinat oxunu qoymaq istəmirəm bura. Bəlkə ordinat oxu buradadır. Yəni, əsas məsələ apis oxudur. Deməli, həm də F2 necə olmalıdır? Kiçik olmalıdır nədən? Sıfırdan. Düzdür mü?
İndi gəlin görək bu 3 şərt bizi arzularımıza çatdırır yoxsa çatdırmır? Diskriminant sıfırdan böyükdür. Bu deməkdir ki, həqiqətən də bu qrafik absurdu 2 yerdə nə edir? Kəsir. F2 sıfırdan kiçikdir də o deməkdir ki, 2 burada ola bilməz. 2 burada olsaydı F2 nə olardı? Böyük sıfır olardı. Burada da ola bilməz 2. Deməli, həqiqətən bu bərabərsizlik təmin edir ki, 2 aradadır. Və M-2 də böyükdür sıfır o deməkdir ki, bu da üzü yuxarıdır. Əladır da, üzü yuxarıdır və arada üzü yuxarıdır. Bu üzü yuxarıdırsa, 2 də üzü yuxarıdırsa, 2 də aradadırsa, bu mənfidir, mənfidirsə aradadır. Gəlin, indi bura baxaq. Buna bu 3-ü kifayət edir. Yenə də diskriminant nə olmalıdır? Diskriminant nə olmalıdır? Böyükdür sıfır olmalıdır. İndi M-2 haqqında nə deyərsiniz? Kiçik olmalıdır nədən? İndi M-2 sıfırdan kiçik olanda parabolanın qolları üzü aşağı olur və 2 aradadsa, onda F2 necə olur? F2 böyük sıfır olur. Deməli, burada M-2 ilə F2 əks işarəlidir. Biri mənfidir, biri nədir? Müsbət. Burada necədir? M-2 və F2. Burada onda mən bunu eləməliyəm, M tapmalıyam. Bunu da eləyib M tapmalıyam. Sonra onların birləşməsini görürəm. Halbuki, belə də edə bilərəm. Bununla bu əks işarəlidir deyə M-2 ilə F2-nin hasili necə olur? Mənfi. Onda bunu silib belə yaza bilərəm. Bu ikisinin əvəzinə. Bunu da pozaram. Yazaram ki, M-2 vurulsun F2 kiçikdir 0 olmalıdır. Bəs eləyir də ikisinə də. Artıqda bunu silirəm. Bunu niyə sildim? Artıq bu ikinci bərabərsizlik həm bu halı özündə ehtiva edir. Bu bərabərsizlik həm bu halı özündə ehtiva edir. Yəni, M-2 müsbət olsa bu mənfi olacaq, bu hal yaranacaq. M-2 mənfi olsa bu müsbət olacaq, bu hal yaranacaq. Ona görə də mən bu iki şəklin ikisini də pozuram. Deməli, qrafiklərlə mən müəyyən etdim ki, M hansı şərtləri ödəməlidir. Hər ikisini pozuram və bu bərabərsizliklər sistemini həll edirəm. Buradan tapılan M arzu etdiyiniz M olacaq. Gəlin hər ehtimala tapaq. M kvadrat, bu 10M, birisi 25, minus 4 vurulsun, mənfi M-ə vurulur, mənfi M kvadrat. Bilmirəm, özünüzdən deyim, siz ya normal kitabdansa yaxşı ədədlər alınmalıdır. M-i 7-yə vuranda 7M, üstə gələn 2M, 9M, çıxaq 14. Etibarlı mənbədəndirsə, baxın. Mənim. Yaxşı. Bilmirəm, indi ola bilər, baxalcıyıq. F2 tapıram. F2 tapmaq üçün buraya 2 yazıram. Nə verəcək? 2 kvadratı 4, 4M minus 8. 2-ni buraya qoyuram da, 2M plus 10. 2M plus 10. Çıxaq M. Səhv hesablamıram, fikir verin, səhv eləməyim. Kiçikdir sıfıra, zəhli səfər getməsin. Burada da möhtərizə. Düzdür? Düz oldu. İndi baxın. M kvadrat minus 4M kvadrat. Belədir 5M kvadrat. 10M minus 9M 36M daha. 10M çıxaq 26M. Ədədlər xoşuma gəlmirdi. 25. Bu da 56. 81. Hə? Düz oldu. 56, 81 böyük sıfırdan. M vurulsun, tabını vurub açmayacağım da, bu əksinə belə sərfədir. 4M, 2M, 6M, 5M, 8, 10, 17 bəli, üstə gələk 9, kiçikdir 0, və asandır intervallar metodudur. Bunun diskriminantına bir baxmalı. 13-ün bu 13 edir yarısı, 13-ün kvadratı 169 çıxaq, 5 vuraq 81. 5-i 81-ə vuranda 5 dəfə 5, 5 dəfə 81, 405, bu da 169, diskriminant mənfidir. Diskriminant mənfi olanda A-ya baxırıq, A müsbətdir, bu daima müsbətdir. Bunu bütün M-lər ödəyir. Deməli, qaldı M-i buradan tapmaq. İndi baxaq, bunun cavabını da bir yoxlayarsınız. İntervallar metodu. Bu nə zaman sıfıra çevrilir? M mənfi 5-də 9 olanda, mənfi 5-də 9, bu da 2 olanda sıfıra çevrilir. İndi baxaq, M2-dən böyük olanda bu olur müsbət, mənfi, müsbət.
Cavabı varsa bir yoxlayın görün səhv eləməmişəm. Mənfi 1 tam. Mənfi 1 tam. Onda 8-dən. Bir də 2. Siz yemin tam qiymətlərini soruşmuşdunuz, yoxsa nə? Yox, müəllim, intervalla veribdi cavab. Nədir? Belə cavab var, baxın görünürlər. Ola bilər də kəsrlə yazıblar, mənfi 1,5-də 4. Mənfi sonsuzluqda 1-ə var. 5 və 6 cavabı yazıb. 0 və 3, 2 və 3, 0 və -1. Nə danışırsınız? Heç bizim tapdıqlarımızın resminə yaxın gəldi. Ev. Bir də M kvadrat üstə. Görə səhv eləmədim mən danışırsam. Ha? Bizə rəqəm baxaq. M kvadrat 4M kvadrat 5M kvadrat. Gərək bir də təzdən yazalım. 10 yəni minus 36, 26, 25, 4, 16, 56, 25, 81, 0. Siz yazırsınız mənimlə bərabər, yoxsa elə baxırsınız? Həm yolu da düzlər şey. Doğrudur, yəni M-1,8-dən 2 arasında olanda həm Qeymət diskriminat, qiymət də versə ödəyəcək, 3 versə ödəmir, baxdım mən. həm diskriminat müsbət olur, həm də ki, köklərdən biri 2-dən kiçik, biri 2-dən böyük olur. Bax, bütün belə funksiyaların, funksiyaları yox, kvadrat tənliklərinin köklərinin ədəd oxunda yerləşməsinin 7-8 vəziyyəti var ki, bu 7-8 vəziyyətin hər birinə aid həqiqətən də ətraflı məlumatlar mən yorumdum bunu deməkdə. Bu kitabda var və oxuyub da başa düşmüyorlar. Bizim dərslərə qoşulub da başa düşmüyorlar və bunu bilmək lazımdır. Orta məktəbdə düzün desəm çox populyar deyil belə suallar. Uşaqlara az verirlər və yaxud da uşaqlara bir siz necə verirlər? Elə kvadrat tənlik verirlər ki, parametrdən asılı. Onun diskriminantı çox yaxşı bir ifadə olur. Uşaqlar diskriminantı tapırlar, məsələn, diskriminant olur m kvadrat minus 4m plus 4 kimi və buradan da diskriminantı tapa bilirlər və elə x1 və x2-ni taparaq o problemi həll edirlər. Amma biz diskriminantlar çox pis olur bizim hallarda və biz x1 və x2-ni taparaq yox, bunun nəzəriyyəsinə istinad edərək parametri tapa bilirik. Aydındır. Yenə də mənə atarsınız, baxaram, amma məncə hər şey düzdür. Sağ olun. Növbəti suala keçək.